Mən başa düşürəm, Çin elə bir yerdir ki, hərdən mən də bu tuzağa düşürəm. Yəni ucuz mal almaq istəyirəm. Mən bunu bilirəm, qəbul edirəm və düşürəm də bu tuzağa. Bu yaxınlarda bir dənə kart almışdım. Deməli 60 yuanə də vardı, tutam 10 dollara da vardı, 5 dollara da vardı. Mən 5 dollarlığını aldım. Bax, onu bilirəm, hər şeyi bilirəm, hər şeyi qəbul edirəm, hər şeyi başa düşürəm. Ucuz ətin məsələsi bir şey məni burada xilas edir. Bir neçə video öncə danışmışam, zəmanət. Zəmanət mənasında burada çox güclü işləyir hər şey. Zəmanət güclü olduğuna görə mən işlətdim, o SD kart vardı, 128 GB-lıq. İşlətdim, gördüm mənlik deyil. Yəni xarab olur, durur, donur, eləyir. Sadəcə sözsüz qaytardım. Hər ucuz mala aldanmayın. Yəni mən Çindəyəm deyə bu zəmanət var, servisi var. Bunu qaytardım, istəmirəm. Getdim təzədən Lenovo-inkini aldım, firmadır, brenddir. 2 dəfə, 3 dəfə bahadır, amma yenə də onu aldım. Amma Azərbaycandan bunu etmək məncə məsləhət deyil. Ehtiyac yox. Biraz bahalı alın, amma sağlığınızla işlədin. Uğurlar hər kəsə, sağ olun. Görüşərik. Bay bay.